Aprelin 5-də Rusiyanın paytaxtı Moskvada havanın temperaturunun kəskin enəcəyi, aprelin 6-da isə qar yağacağı proqnozlaşdırılır. Bu haqda Rusiyanın meteoroloji xidmətləri məlumat paylaşıb. Bildirilir ki, temperatur normadan 10 dərəcə aşağı düşərək -5 dərəcəyə qədər enəcək. Yaz fəslinin ortasında belə hava şəraiti qeyri-adi sayılır və bu, regionda atmosfer proseslərinin dəyişməsi ilə əlaqələndirilir. Qonşu ölkədə baş verən bu hava dəyişikliyi Azərbaycana necə təsir edəcək? Yeni Sabah az məlumat verir ki, Azərbaycan Milli Hidrometeorologiya Xidmətinin ilkin proqnozlarına görə Rusiyadakı bu soyuq hava kütlələri Qafqaz regionuna da müəyyən təsir göstərə bilər. Aprelin 6-dan etibarən ölkəmizdə də hava şəraitində dəyişiklik proqnozlaşdırılır. Xüsusilə şimal və şimal-qərb rayonlarında temperaturun azalacağı, bəzi dağlıq ərazilərdə yağışın sulu qara və qara keçəcəyi ehtimal edilir. Bakı və Abşeron yarımadasında isə hava əsasən dəyişkən buludlu olacaq, arabir yağıntı müşahidə edilə bilər. Havanın temperaturu 6-9 dərəcə civarında dəyişəcək. Mütəxəssislər bildirirlər ki, bu cür qısa müddətli soyuq hava dalğaları yaz fəsli üçün tipik olmasa da klimat dəyişikliklərinin yaratdığı anomaliyaların nəticəsi kimi qəbul edilir. Vətəndaşlara tövsiyə olunur ki, hava şəraitinə uyğun geyinsinlər və mümkün qədər dağlıq ərazilərdə ehtiyatlı olsunlar.